Dubayda şirkət açmağın real üstünlüklərindən də danışaq. Minimum 6-7 min Yəqin ki, hər şey tam asan olmadı. ilkin konsultasiya verilir, şirkətin açılmasında bütün dəstəyi göstərilir. MDB-dən gələn sahibkarlar Ümumiyyətlə vergi yoxdur. investorlar üçün daha sərfəlidir. Çünki orada Azərbaycan kimi deyil. Bizdə MMC açmaq çox sadədir. Sahibkarlar ən çox sizcə hansı xərcdə yanılır? Bizə gəlib artıq çatanda onlar çoxu şirkət açmış olurlar. Hər biri də deyirlər ki, bizdən bu qədər pul aldılar, amma işi yarıda qoydular. Protox. 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 Salam Protax izləyiciləri. Bu gün qonağımız hüquqşünas, sahibkar Kamil Manafovdur. Salam Kamil bəy, xoş gəlmisiniz. Salam Nil xanım, xoş gördük. Təşəkkür edirəm. İlk öncə biraz sizi tanıyaq, özünüzü bizə təqdim edin. Qısa məlumat verim. Mən Kamil Manafov, ixtisasca hüquqşünasam. Hal-hazırda Dubayda yaşayıram, orada çalışıram. Caspian Accounting and Bookkeeping şirkətinin həm təsisçisi və meneceriyəm. Şirkətiniz haqqında da biraz məlumat verə bilərsiniz? Yəni tam olaraq nə iş görürsünüz? Şirkətimiz ümumilikdə desək konsaltinq şirkətidir. Biz sahibkarlara həm Azərbaycandan Dubaya gələn və orada biznes qurmaq istəyən sahibkarlara eyni zamanda həm Dubayda yaşayan və ümumiyyətlə fərqi yoxdur dünyanın istənilən yerindən Dubaya gələn biznesmenlər üçün həm şirkət açırıq, həm şirkəti açandan sonra onun vergi, mühasibatlıq, belə deyək, maliyyə tərəfləri, eyni zamanda audit işlərini görürük. Əsas işlərimiz bunlardır. Siz elə bil ki, hüquqşünaslıqdan sahibkarlığa keçid etdiniz. Bu məqamda ən çox çətinlik çəkdiyiniz nə oldu? Belə deyək, ümumilikdə tam da keçid eləmək bəlkə demək olmaz. Çünki hüquqşünaslıq peşəsi elədir ki, sən əgər hüquqşünassansa, bu sahədə çalışmısansa, hər zaman hüquqşünaslıq davam eləyir. Xüsusilə də mən korporativ sahədə işləmişəm və korporativ hüquqşünasam deyə istər-istəməz həm öz işlərimdə, eyni zamanda müştərilərimiz üçün və s. yenə də bəzən ehtiyac olur və bu işə davam eləyirəm. Amma hüquqşünaslıqdan ümumiyyətlə bir peşə sahibi olmaq, mən düşünürəm ki, biznesə keçəndə heç bir əngəl deyil və bu peşəni də siz davam edə bilərsiniz. Amma ümumilikdə mən hardasa bir 5-6 il hüquqşünas kimi çalışmışam. Əvvəlcə hüquqşünas, sonra departament rəhbəri, partnyor və ondan sonra artıq bir yerdən sonra insan baxır ki, hansı sahə üzrə davam eləmək istəyir. Biznes tərəfi mənə daha çox maraqlı gəldi. Ona görə düşündüm ki, mən biznes tərəfdən davam eləmək istəyirəm və ona görə də bu işə başladıq. Və eyni zamanda onu deyim ki, insanlar ümumiyyətlə iki cür olur. Bəzi insanlar var ki, onlar daha planlı həyatı sevir və məsələn gündəlik 9-da işə gedib 6-da qayıtmaq və s. bu həyat onlara daha yaxşıdır. Amma mən bir müddətdən sonra gördüm ki, yox, mən daha çox xaosu sevirəm. Yəni gündə eyni işi təkrar eləmək istəmirəm və mənə müxtəlif problemlərin içində olmaq və belə deyək də həm satışla məşğul olmaq, həm müştərilərlə məşğul olmaq, həm ümumiyyətlə şirkətdə bir çox iş var da. Bu işlər mənə daha maraqlı gəlir və mən o sahədə özümü daha rahat, daha xoşbəxt hiss edirəm. Ona görə də bir müddətdən sonra biznes tərəfinə, yəni belə sahibkar tərəfinə keçməyə qərar verdim. Amma risk götürmüş sayılırsınız da elə. Təbii ki, bəli, riskdir. Çünki özünüz də bilirsiniz ki, əgər belə deyək də maaşlı işdə çalışmaq daha bir yerdən sonra bir yeni şirkətə gedirsən və ola bilər 1 ay, 2 ay başlanğıcda çətinlik olur. Amma ondan sonra öyrəşirsən və bu artıq komfort zonaya daxil olsan və bu şəkildə davam edirsən. Amma biznesə başlamaq və xüsusilə də başqa bir ölkədə bu təbii ki, riskdir. Amma insan özünə güvənəndən sonra, belə deyək də, çalışandan sonra artıq və nəticəsini görəndən sonra bu insana daha çox xoş gəlir. Ona görə də mən bu riskdirsə də, yəni bu riski götürdüm və heç də peşman deyiləm. Yəni Bəs niyə Dubay? belə deyək, bu Dubayın hekayəsi biraz maraqlıdır. Mən sizə deyim ki, mən Dubayda biznes məsələsi olana kimi mən heç vaxt Dubayda olmamışdım. Sadəcə bir gün Azərbaycanda çalışdığım şirkətdə partnyorum mənə dedi ki, bəs Dubayda olmuşdu və oranı çox bəyənmişdi. Dedi ki, biz orada mütləq nəsə eləməliyik, biznes qurmalıyıq və s. Mən də o vaxta kimi Dubayı sadəcə belə deyək də belə ticarət şəhəri kimi tanıyırdım və çox da belə gözləntilərim çox yüksək deyil. Amma dedim ki, gəl gedək baxaq bir yerdə və s. Bir yerdə elə oldu ki, elə bir həftə, 2 həftə sonra səyahət elədik və Dubaydakı o
inkişafı, infrastrukturu, biznes şəraiti, biznes imkanları Vergi və s. sistemi də rahat oldu. Bəli. Onları görəndən sonra mən həqiqətən də mən də fikrimi dəyişdim və mən də elə o qərara gəldim ki, mütləq şəkildə biz burada olmalıyıq və biznesimizi bura daşımalıyıq. Və ondan sonra da elə oldu ki, biz yavaş-yavaş artıq başladıq ora tez-tez səfər eləməyə və s. Və bu bir anda baş verən bir məsələ olmadı. Bunun üçün biz növbəti yəqin ki, irəlidə bu barədə də məlumat verirəmsə, yəni uzun bir proses oldu və sonunda biz bu işə başladıq. Onda belə çıxır ki, investorlar üçün Dubay daha sərfəlidir. Bəs Dubayda biznesə başlamaqda hansı çətinliklərlə üzləşdiniz? Yəqin ki, hər şey tam asan olmadı. Təbii ki, ümumiyyətlə biz Dubaydan daha çox danışırıq. Ümumiyyətlə Birləşmiş Ərəb Əmirlikləri ölkə olaraq deyək. Sadəcə Dubay oranın ən inkişaf eləmiş və biznesə uyğun, ən belə deyək də, ən uyğun və ən çox inkişaf eləmiş şəhər olduğu üçün Dubaya daha çox fokus oluruq. Və bizim də yaşadığımız və fəaliyyət göstərdiyimiz şəhərdə, amma ümumilikdə bütün Birləşmiş Ərəb Əmirliklərində biz xidmət göstəririk. Dubay təbii ki, istənilən şəxs digər bir ölkəyə gedəndə hər hansı başqa bir xarici ölkədə biznes quranda daha çətin olur və orada tanımırsan insanları, eyni zamanda əlaqələr quracağın şəxsləri tanımırsan, qanunlar, qaydalar daha fərqlidir, nə qədər hüquqşünas olsaq da, amma biz Azərbaycanın hüquq sistemini bilirik və s. Hər yer fərqlidir, ona görə də təbii ki, çətinliklər olur. Amma belə deyək də, bizim ən böyük üstünlüyümüz və belə deyək, mənə görə ən yaxşı qərarımız oldu ki, biz şirkətimizi açana kimi bəlkə bir 6 dəfə biz Dubaya getdik. 6 dəfə getdik və hər dəfə bəlkə bir 20-30-a yaxın şirkətlə görüşdük. Bizim işi görən digər şirkətlərlə hamısı ilə danışdıq və ondan sonra qərara gəldik ki, okay, biz hansı sahəni konkret olaraq seçməliyik. Çünki orada Azərbaycan kimi deyil. Bizdə yəqin ki, məlumatınız var. Bizdə MMC açmaq çox sadədir və bir cürdür. Yəni MMC-ni ya onlayn şəkildə, ya fiziki şəkildə rahat bir neçə gün açmaq olur. Amma Dubayda o qədər fəaliyyət sahələri və hər fəaliyyət sahəsinə dair o qədər qayda, qanun və icazələr var ki, orada mütləq şəkildə sən əvvəlcədən bilməlisən ki, hansı sahəni seçəcəksən ki, artıq fəaliyyətə başlayanda sən hər hansı səhv eləməyəsən və çətinlik yaşamayasan. Eyni zamanda orada sərbəst zonalar var, əsas zonalar var və bunlardan birini seçməlisən, fəaliyyət sahəsini düzgün seçməlisən. Əgər hər hansı əlavə icazəyə ehtiyac varsa, onları almalısan. Ona görə də mütləq şəkildə araşdırmalısan və həqiqətən düzgün seçim eləyib başlamalısan bu biznesə. Onda belə çıxır ki, siz özünüz də orada şirkət qurmamışdan qabaq məsləhət aldınız. Belə məsləhət ala biləcəyiniz bir şirkət olub yəqin ki, siz Təbii ki, mən məsləhət aldım. Eyni zamanda bəlkə bir ümumilikdə götürsək 6 ay ərzində 50-dən çox şirkətlə və şəxslə görüşdük. Maraqlı tərəf ondan ibarətdir ki, hər demək olar ki, 50 şirkətlə görüşmüşüksə, hər birinin bizə dediyi fərqli idi. Yəni biz düşünəndə bir şirkətin açılma proseduru eyni olmalıdır. Amma hər kəs bizə fərqli cür deyirdi və bizə də qəribə gələn o idi ki, necə olur ki, yəni bu bir prosesdir də, maksimum 1 həftə, 2 həftəlik proses. Bu necə hər kəs tərəfindən fərqli deyilir də. Məsələn, yadınızdadır, bu şirkət belə demişdi, bu şirkət belə demişdi. Məsələn, biz başlayanda bizim seçmək istədiyimiz bir çox lisenziya var idi və biz sonunda qərara gəldik ki, Accounting and Bookkeeping fəaliyyət kodu üzrə, yəni fəaliyyət sahəsi üzrə başlayaq. Bəziləri deyirdi ki, okay, bu sahə üçün əlavə lisenziyaya ehtiyac var, bu sahədə bəzi fəaliyyətlər var ki, bu sahənin içində bu lisenziyanın altında eləyə bilərsiniz, bəziləri deyir ki, yox eləyə bilməzsiniz. Bəziləri deyir ki, Dubayda əvvəl ümumiyyətlə Birləşmiş Ərəb Əmirliklərində lokal partnyor məsələsi var idi. Əgər siz bir şirkət açmaq istəyirsinizsə, şirkətin 51% yerli şəxs olmalı idi. Siz 100% paya sahib ola bilmirdiniz. Amma sonradan artıq bir neçə ildir bu çox sahədən yığışıb, amma çox kiçik bəzi sahələrdə qalıb, dövlət əhəmiyyətli sahələrdə. Bəziləri deyir ki, lokal partnyora ehtiyacınız var, bəziləri deyir ki, yoxdur və s. Bu kimi çox məsələlər var idi ki, xırda məsələlər xırda məsələlər deyil və çox önəmli məsələlərdir. Amma bunu belə, yəni konsalting şirkətləri və yaxud da agentlər bunu belə tam dəqiq deyə bilmirdi deyə. Bəs necə dəqiqləşdirdiniz? Biz artıq görüşərək, eyni zamanda bəzi adamlarla görüşdük bu sayədə olan, eyni zamanda internetdə araşdırdıq. Hətta sonda özümüz də getdik birbaşa bu şirkəti açan qurum Dubai Economic Department-idir. Onlarla danışdıq və s. Ondan sonra artıq tam dəqiqləşdirdik və qərar aldıq ki, başlayaq artıq. Onda məsləhət görməzsiniz də yəqin ki, araşdırmaq. Elə deyirsiniz ki, birbaşa getsinlər, işə girişsinlər.
belə deyək, yox, mən qətiyyən Elə demirsən. qətiyyən onu məsləhət görmürəm. Çünki burada iki məsələ var. Bəzi sahibkarlar var ki, onların artıq Azərbaycanda və yaxud da başqa yerdə bir real biznesləri var və bu biznes üzərində çalışırlar və həmin bizneslərin Dubayda da açmaq və Dubaya daşımaq istəyirlər. Onlar üçün müəyyən qədər rahat da onlar artıq bilirlər ki, biz bu sahədə bu işi görəcəyik və bu lisenziyanı alacaq. Amma bəzi adamlar var ki, onlar sadəcə Dubayda biznes qurmaq istəyirlər, amma bəzi sualları var ki, bu sahəni başlamalıyıq yoxsa digər sahəni və eyni zamanda bəzi oxşar sahələr də var. Kimsə taksi işi ilə, taksi biznesi ilə məşğul olmaq istəyir. Orada taksi lisenziyası da var, limuzin lisenziyası da var. Artıq orada bilmək lazımdır ki, bir lisenziyanın digərindən fərqi nədir, bunun üçün tələblər nədir və s. Ona görə mütləq şəkildə peşəkarlarla işləmək lazımdır və burada da ən böyük problem odur ki, Dubay bazarı nə qədər böyük, nə qədər geniş bazar olsa da, həmişə bu bazarların bir problemi olur ki, ortada agentlar, belə deyək, vasitəçilər çox olur və siz gedib o peşəkarı tapana kimi bəlkə bir 3, 4, 5 nəfər ortada əslində bu sahənin adamı deyil, bu sahə ilə məşğul deyil, amma bu sahə ilə məşğul olan insanları tanıyır deyə siz ondan gedib soruşsaz ki, mənim üçün şirkət aça bilərsiniz, deyəcək hə, deyəcək, soruşacaqsınız ki, maliyyə işlərini görə bilərsiniz, deyəcək hə, amma əslində heç birinin bu özü görmür və heç bir haqqda məlumatı yoxdur. Sadəcə partnyorları var və o tanıyır deyə o adamlarla işləyir. Amma yaxşısı odur ki, təbii ki, birbaşa çıxa biləsiniz həmin o işi görən adamlara. O zaman həm birbaşa əlaqədə olacaqsınız və birbaşa öz suallarınıza daha dolğun cavab tapa biləcəksiniz. Kamil bəy, Dubayda biznes qurmaq istəyən bir şəxs üçün ilk addımlar nələr olmalıdır? İlk əvvəl tövsiyə edirəm ki, sahibkarlar və biznes qurmaq istəyirlərsə, mütləq şəkildə həmin sahəni və bazarı araşdırsınlar. Bu sahəyə ehtiyac varmı? Təbii ki, Dubayda bütün sahələrə ehtiyac var. Amma orada düzgün nöqtəni tapmaq lazımdır ki, hansı tərəfinə, kimlərə bu xidmət və yaxud da mal lazımdır və s. onu tapmaq lazımdır. Mütləq şəkildə görüşlər keçirmək lazımdır. Və bazarı tamamilə belə deyək, araşdırandan sonra artıq onlar biləcəklər ki, okey, bu sahəyə ehtiyac var və biz bu sahəni seçmək istəyirik və biz bu lisenziyanı altında şirkət açmaq istəyirik. Və ondan sonra artıq daha rahatdır və artıq plan üzrə hərəkət eləmək olur. Ondan sonra artıq digər vergi tərəfidir və s. o tərəfləri müəyyən etmək lazımdır. Eyni zamanda ən birinci məsləhətim səbirlə və heç nəyə tələsməməkdir. Çünki bəzən bizim xüsusilə Azərbaycanlı müştərilərimiz də var. Tələskənlik məsələsi var ki, hər şeyin tez sürətli olmasını istəyirlər, amma bəzən tez verilən, çox düşünülməyən qərarlar bəlkə bir gün, 2 gün daha sürətli olacaq, amma sonradan peşmançılıq olur ki, biz bunu yox, digərini seçməliydik və s. Ona görə mütləq şəkildə səbirlə qərar vermək lazımdır, biraz araşdırmaq lazımdır və ondan sonra yəni onsuz da bütün proses çox olmur. Maksimum 1 həftə, 2 həftə şirkət açılır, sonra bank hesabı açılır və ondan sonra fəaliyyətə başlayır. Ona görə əsas məsələ müəyyən etməkdir. Hansı zonada başlamaq istəyirəm, hansı sahəni seçmək istəyirəm. Onlar müəyyən edəndən sonra digər məsələlər onsuz da sürətli şəkildə həll olur. Araşdırmaq, səbirli olmaq. Bəs ən çox hansı mərhələdə ilişib qalırlar? O dəyişir müştərilərdə və sahədən də asılı olur. Məsələn, bəzi müştərilər var ki, bank hesabının açılmasında çətinlik yaşayırlar. Çünki bəzi Dubayda sanksiyalı ölkələr var ki, sanksiyalı ölkə vətəndaşları, eyni zamanda bəzi hissələrdə ola bilər ki, yanlış doldurulur məlumatlar, bəzi hissələrdə hansısa sənəd çatışmazlığı olur və s. Ona görə də müştərilər hansı ki çalışırlar onu özləri həyata keçirsin. Orada bəzi problemlər ola bilər. Bəzi banklar, məsələn deyim, bizim müştərilərdə ən böyük problem ondan ibarət olur ki, Dubayda bəzi banklar onların Dubayda yaşadığı belə deyək də mənzillə və yaxud da yaşadığı evin kirayə müqaviləsini istəyir, amma bütün sahibkarlar Dubayda yaşamır. Bəziləri sadəcə şirkətini açır və şirkəti Azərbaycandan idarə edir. O sənəd olmur onlarda. O da bir çətinliyə və vaxt itkisinə gəlib çıxarda bilir orada. Çətinliklərdən danışdıq. İndi də Dubayda şirkət açmağın real üstünlüklərindən də danışaq. Ümumiyyətlə, nəinki Dubayda, mən düşünürəm ki, bir sahibkar ölkədən kənarda, ölkədə yaşayırsa ölkədən bilir, ölkədən kənarda hər hansı bir biznes qurursa, mütləq şəkildə onun ilk baxmalı olduğu bəzi məsələlər var. Bu ölkədə ümumiyyətlə investisiyaya, xaricdən gələn əcnəbilərə, onların biznes açmasına şərait necədir? Bu şərait varmı? Ümumiyyətlə inflyasiya məsələləri necədir? İnflyasiya tez-tez olurmu? Faizlər necədir və s. Eyni zamanda
burada müharibələr ola bilər və siyasi vəziyyət ola bilər. Bu da bir səbəblərdən biridir. Ondan sonra digər sahibkara maraqlı vəziyyət təbii ki, vergi məsələləridir ki, vergilər necədir, yüksəkdir, aşağıdır. Ümumiyyətlə dövlətin sahibkara münasibəti və dövlətin sahibkarlara münasibəti necədir? Bu tərəfdən baxsaq, burada Dubay həqiqətən də çox üstündür və heç də yəni dünyanın inkişaf edilmiş şəhərlərindən geri qalmır burada. Həm vergi tərəfdən yəni bəzi zonalarda ümumiyyətlə vergi yoxdur, bəzi zonalarda isə çox aşağıdır və müəyyən məsələn $100.000-dan belə deyək də təxminən $100.000-dan sonra artıq gəlir $100.000-dan keçdiyi halda o zaman vergi verməyə başlayırsınız və faizlər də cəmi 9%, 5% dəyişir, müxtəlif vergilər var və bu aralıqda dəyişir. Ona görə vergi tərəfdən çox yaxşıdır, bazar çox genişdir. Yəni bir sahibkara nə lazımdır? Mütləq şəkildə müştəri lazımdır. Bu müştəri necə tapırsınız? Həm sosial mediadan ola bilər, həm əsas networking-dir. Dubayda networking, yəni şəbəkələşmə çox yaxşıdır və istənilən adamla çox rahat şəkildə görüş təşkil edə bilirsiniz, xidmətinizi, malınızı onlara təqdim edə bilirsiniz. Mən bir şey deyim, həmişə deyirəm bunu. Azərbaycanda məsələn biz bir şirkətlə, hansısa bir top şirkətlərin və yaxud da normal bir şirkətlərin biri ilə görüşmək istəyirik. Məncə belə deyim də, yəni o şirkətin kimlənsə görüşəcəksə, həmin o səlahiyyətli şəxsinin işi olsa da, olmasa da bizə deyəcək ki, məsələn, bir həftə sonra gəlin görüşək və yaxud 5 gün sonra görüşək. Amma Dubayda elə şey yoxdur. Dubayda biz gedirik, səhər hansısa şirkətlə görüşmək istəyirik, yazırıq, günorta görüşürük onlarla. Ən pis halda sabahsı gün görüşürük. Çünki Dubaya gələn hər kəs, Dubayda yerli adam çox az, hər kəs gəlmədir və gələnlərin bir məqsədi olur ki, biz burada pul qazanaq, belə deyək, biznesimizi inkişaf elətdirək və s. satış eləyək. Ona görə də hər kəs görüşə açıqdır və hər kəs ən qısa müddətdə bəli, mümkün olduğu vaxtda hər kəs görüşmək istəyir, danışmaq istəyir, xidmətini satmaq, almaq və s. məsələlər olur deyə insanları bir yerdə tanımaq, danışmaq çox rahatdır. Sizin dediyiniz kimi həqiqətən də çox əlçatandır bu. Bəs Azərbaycanlılar ümumiyyətlə MDB-dən gələn sahibkarlar ən çox hansı sahələri seçirlər? Belə deyim, Azərbaycanlıların sayı son illərdə get-gedə artır Dubayda və digər böyük ölkələrə çıxsaq, amma bizdə də axın yavaş-yavaş, belə deyək də çoxdur. Dubaya xüsusilə də biznes qurmaq istəyənlər. Azərbaycanlılar daha çox işləyən təbəqəni demirəm, yəni ora gedib işləyən təbəqələr daha çox daşınmaz əmlak sahəsində və s. bu sahələrdədir. Amma biznes qurmaq istəyənlər mən gördüyüm qədər və müştərilərimizdən də gördüyüm qədər əsasən ticarət sahəsindədirlər. Yəni mal alışı, satqısı və s. bu sahədədirlər. Eyni zamanda avtomobil sahəsində var, məsələn, rent-a-car, maşın icarəsi, başqa onlayn bizneslər var ki, hansı ki, belə deyək də, onlayn alış, satış və s. bu bizneslər ümumiyyətlə istənilən sahədə Azərbaycanlılar var, restoran olsun, kafe və s. Amma əsas dediyim bu sahələrdədirlər Azərbaycanlılar. Çünki Azərbaycandakı bizneslərin çoxu elə Dubaya daşıyır, orada qururlar bu bizneslərin və ya qeyd elədiyim üstünlüklərə görə. Ona görə də bu sahələr daha çox, Azərbaycanlılar bu sahədə daha çox açır, amma get-gedə görürük ki, fərqli biznes sahələrinə də artıq başlayırlar Azərbaycanlılar. Bu da təbii ki, sevindiricidir və nə qədər kreativ biznes olursa, seçim şansının çox olmağı yaxşıdır da. Bəli, təbii ki. Dubayda iş görmək üçün hansı ilkin xərcləri gözləmək lazımdır? Xərclərlə bağlı hissədə ümumiyyətlə ən çox verilən suallardan biri bu olur. Həm mənə sosial mediadan və s. yazırlar barədə. Amma xərclərlə belə deyim, xərclərlə bağlı fiks bir məbləğ yoxdur. Bu xərclər asılı olur şirkətin növündən. Bayaq dediyim kimi sərbəst zonada olan şirkətlər var, bir də mainland deyilən əsas zonada olan şirkət var. Bu şirkətin növündən, eyni zamanda fəaliyyət sahəsindən asılı olur. Bəzi sahələr var ki, sadə yollu həmin lisenziyanı şirkəti qeydiyyatdan keçirmək olur. Amma bəzi sahələr var ki, onlar üçün xüsusi icazə tələb olunur. Məsələn, restoran sahəsi üçün, eyni zamanda rent-a-car sahəsi üçün və bir çox sahələr var ki, Dubay bələdiyyəsi və yaxud da hər hansı agentlikdən və s. icazə almaq lazım olur deyə burada artıq xərclər artır. Çünki və yaxud da bəzi sahələr var ki, misal üçün general trading var ki, Dubayda ən məşhur lisenziyalardan biridir. Çünki elə Azərbaycanlılar da çox bu lisenziyanı seçirlər. Çünki bu lisenziyanın altında çox fəaliyyət göstərmək olur. Ona görə bu lisenziya üçün əlavə orada ödənişlər olur, rüsumlar fərqli olur deyə. Ona görə fiks bir məbləğ yoxdur. Eyni zamanda Dubayda şirkət açmaq istəyən şəxs tək bu rüsumları düşünməməlidir. Eyni zamanda əgər ofis götürəcəksə, onun ofis xərcləri var, viza təbii olaraq işçi götürəcək
edəcəklərsə, onlar üçün viza düzəltməlidirlər, iş vizası və bu iş vizası da Dubayda onların da öz belə deyək də qiymətləri var və bu xərcləri də mütləq şəkildə üstünə gəlməlidirlər və ümumiyyətlə şirkətin açılma xərcləri bundan asılı olur. Siz neçə vizalı, yəni vizanı kvota kimi də görə bilərsiniz. Neçə vizalı şirkət açacaqsınız, hansı zonada açacaqsınız. Minimum əgər məbləğ mütləq şəkildə deməliyəmsə, minimum 6-7 min manatla isə 6-7 min manata, amma o da heç bir işçi olmadan sıfır vizalı və sadə bir free zone, sərbəst zona şirkətin qiymətidir. Amma ondan artıq işçi kvotası artdıqca, eyni zamanda zona fərqli olduqca və sair qiymətlər bundan yuxarı doğru qalxır. Sahibkarlar ən çox sizcə hansı xərcdə yanılır? Az hesablayır, çox çıxır, çox hesablayır, az çıxır. Bəzən sahibkarlar sırf şirkətin qurulma xərclərini düşünürlər ki, okey, bir şirkəti qurmaq üçün bizə 20 min lazımdır və bu 20 mini nəzərdə tutub başlayırlar. Amma təbii ki, biznes elə qurulmur. Biznes xüsusilə də xarici bir biznes qurusunuzsa, mütləq şəkildə o şirkəti açılandan sonra digər xərclər var ki, onlar da mütləq nəzərə alınmalıdır. Bu xərclər müxtəlif cür ola bilər. Əgər təbii ki, bu biznesin növündən asılı olaraq dəyişəcək. Hər hansı mal alışı olacaqsa, hər hansı bir münasibətlər qurulacaqsa orada biznes partnyorlarla və s. Eyni zamanda icarə məsələləri ola bilər. Həm misal üçün elə sadə bir şey, insan orada yaşayacaqsa, oranın rezidenti olacaqsa, orada icarəyə, kirayəyə ev də götürməlidir. Ev xərcləri və s. bunlar hamısı yüksəkdir. Ona görə bunlar mütləq şəkildə nəzərə alınıb, hamısı araşdırılmalıdır ki, ondan sonra artıq həm sahibkarlar, həm də belə deyək, digər şəxslər artıq xərclərini daha rahat biləcəklər və onlara planlama da daha rahat olacaq. Elə bil ki, sahibkar sahəsini seçib sizə müraciət etsə, siz hətta bu ev, yaşam xərclərini də hesablaya bilirsiniz də. Belə deyək, bayaq sizə dediyim cür olsa, biz də vasitəçilər kimi eləsək, biz deyərik ki, okey, biz bütün sahələrdə sizə dəstək göstəririk. Amma mən heç vaxt o şeyə getmirəm və həmişə düşünürəm ki, hər kəs öz yaxşı olduğu işdə, peşəkar olduğu işdə kömək eləməlidir və dəstək olmalıdır. Ona görə mən sahibkara hansı hissədə mənim və bizim şirkətimiz dəstək olur. Biz sahibkara istədiyi və maraqlandığı və yaxud da belə deyək, açmaq istədiyi biznesi ilə bağlı ilkin konsultasiya veririk. Daha sonra onun şirkətinin açılmasında bütün dəstəyi göstəririk. Bu onlayn şəkildə də ola bilər və yaxud fiziki şəkildə də o artıq sahibkarın özündən asılı olaraq dəyişir. Ondan sonra şirkət açıldıqdan sonra bank hesabında dəstək göstəririk. Ondan sonra da digər maliyyə, audit və s. mühasibatlıq işlərini daimi olaraq həll edirik. Amma təbii ki, bəzi müştərilərimiz, xüsusilə Azərbaycanlı müştərilərimiz var ki, deyirlər, okey, bizim məsələn, biz ailəlikcə köçürük Dubaya, bizim uşağımız da məktəbə getməlidir və yaxud da biz ev almaq istəyirik və yaxud da digər məsələlər çıxır, maşın almaq istəyirik və s. Təbii olaraq biz də Azərbaycanlı olaraq bildiyimiz qədər güvənli adamlar varsa, biz çalışırıq ki, onları tövsiyə eləyək və həmin adamlarla işləsin və allanmasınlar. Çünki Dubayda allanan çox insanlar var və türklər olur, çox olur türklərdə, eyni zamanda Azərbaycanlılar. Bizə gəlib artıq çatanda onlar çox şirkət açmış olurlar bəziləri. Şirkətlərin açırlar, mühasibatlıqla bağlı bizlə işləmək istəyirlər. Hər biri də deyirlər ki, bizdən bu qədər pul aldılar, amma işi yarıda qoydular. Hər birinin bir narazıçılıqları olur. Ona görə də tövsiyə edirəm ki, bu şeylərə, əgər kimlənsə işləyəcəklərsə, mütləq şəkildə əvvəlcədən araşdırsınlar və peşəkar insanlarla işləsinlər ki, sonradan bu ola bilər, bəzi maddi itkilər ola bilər, amma əsas işləri də yubanmasın və daha belə deyək də, vaxtlarını da boşuna itirməsinlər. Xaricdə yaşayan Azərbaycanlı biznesmenlər üçün sizinlə işləməyin üstün cəhətləri hansılardır? Belə deyək, Azərbaycanlı biznesmenlər üçün xüsusi olaraq bəzilərində dil bariyerləri var ki, dil problemləri var. Azərbaycanda həqiqətən də çox yaxşı biznesmendirlər və çox yaxşı təcrübələri var öz sahəsi üzrə. Amma təbii ki, dil bilikləri bəzən aşağı olur. Ümumiyyətlə ingiliscə Dubayın ümumiyyətlə ilk öncə deyim ki, rəsmi dili ərəb dili olsa da Dubayda, amma hər yerdə ingiliscə danışa bilərsiniz və artıq orada 10 il, 15 il yaşayan insanlar var ki, heç bir ərəb dilini bilmir. Çünki həm dövlət orqanları, həm ümumiyyətlə hər yerdə əsas dil kimi ingilis dili demək olar ki, istifadə olunur. Hətta ərəblər də gedib ictimai yaşam müəssisələrində ingiliscə danışmağa məcburdur. Çünki işçi sinifi də yerli olmadığı üçün əsasən ona görə hər kəs ingiliscə danışır. Ona görə də ingilis dilini bilmək bəzən mütləq şəkildə lazım olur. Əgər təbii ki, sizin biznesiniz onlayn biznes deyilsə, yəni Dubayda yaşamısınızsa və yaxud da siz sadəcə təsisçisinizsə, sizin əməkdaşlarınız xarici olacaqsa və siz onlarla birbaşa ünsiyyətdə olmayacaqsınızsa, hər hansı menecer və s.
olacaqsa, o zaman bu biznesi idarə edə bilərsiniz. Amma bəzi çətinliklərdən biri budur. Amma bizlə işləməyin təbii olaraq üstünlüyü odur ki, bizim komandamız həm Azərbaycan dilli, həm rus, həm türk, həm ingilis dilli təbii olaraq komandada ibarət olduğu üçün bizdə o problemlər heç vaxt olmur və bəzən bəzi müştərilər var ki, gəlirlər və görüşmək istəyirlər öz sahələri ilə bağlı müxtəlif şirkətlərlə və bizdən xahiş edirlər ki, bizə belə bir adam tapa bilərsiniz ki, bizimlə görüşə gəlsin, dəstək olsun. Və biz orada da hər zaman tanıdığımız adamlar olur ki, hansı ki, tərcüməçi kimi və sair Dubayda artıq yaşayırlar, fəaliyyət göstərirlər. Həmin adamları tövsiyə edirik, onlar da həmin görüşlərdə dəstək olurlar onlara. Digər məsələ təbii olaraq bizim digər üstünlüklərdən biri də xüsusilə Azərbaycanlı biznesmenlər üçün bizim Azərbaycanda da şirkətimizin olmağıdır. Biz artıq 8 ildən çoxdur ki, Azərbaycanda hüquq, mühasibatlıq, audit, vergi sahəsində çalışırıq, eyni zamanda HR sahəsində çalışırıq və bəzi müştərilər var ki, gəlirlər Dubaya və kimlənsə işləyirlər, bu xarici şirkətlər də ola bilər, amma o şirkətlərdən əmin deyillər. Amma Azərbaycanda artıq şirkət olanda onlar daha rahat olurlar ki, sabah biz Dubaya gəlməyəndə Azərbaycandakı ofisimizdə də gedib görüşə bilərik, hər hansı suallarımız varsa onları verə bilərik və s. Digər üstünlüyümüz budur. Başqa təbii ki, bizim üstünlüyümüz mən düşünürəm ki, bizim sürətli, keyfiyyətli və peşəkar xidmət göstərməyimizdir və eyni zamanda bu sahənin adamı olmağımız. Məsələn, siz Dubayda çoxlu sayda insan görə bilərsiniz ki, şirkət açır, amma bizdə hər kəs öz ixtisası üzrə, məsələn, mən hüquqşünasam, mən Azərbaycanda da bu işi görürəm, orada da artıq bu işi görürəm. Bəli, və bizim mühasiblərimiz, digər əməkdaşlarımız hər biri Azərbaycanlıdır və burada ixtisaslı kadrlardır və buradan biz aparmışıq. Və onlar da hər biri öz sahəsinə uyğun olaraq məşğul olurlar. Və bu bizim üstünlüyümüzdür təbii ki, çünki həm Azərbaycan, eyni zamanda həm Azərbaycanın, həm də belə deyək də, Birləşmiş Ərəb Əmirliyin qanunvericiliyini bilirlər deyə Azərbaycanlı sahibkarlarla işləmək daha rahat olur və çünki onlar artıq Azərbaycandakı qanunvericilik sistemini də biləndə daha rahatdır anlaşmaq, başa salmaq və s. Elə bil ki, yeni sahibkarlar sizin keçdiyiniz çətinliklərdən sizin sayənizdə artıq keçmirlər. Bəli, artıq çox rahat şəkildə, müqayisəli şəkildə də biz onlara izah edə bilərik. Məsələn, vergi faizləri olsun, hesabatlılıq olsun və s. ki, Azərbaycanda bu şəkildədir, Dubayda və ya Birləşmiş Ərəb Əmirliyində bu şəkildədir və bütün artıq qayda qanunu həm müqayisəli şəkildə, həm də Azərbaycanlıların belə deyə öz dillərində rahat izah edə bilirik. Gedib gəlməli olmurlar. Bəli. Mən də bir sahibkar kimi, yəni dil biliyim yoxdursa, yenə sizə müraciət edərək şirkət aça bilirəm. Dubayda, xaricdə. Təbii ki, siz Azərbaycanlı şəxslər ümumiyyətlə Dubaya gəlmədən biz onların bütün işlərini görə bilirik. Yəni Azərbaycanda oturaraq biz onlara sadəcə pasport və təbii olaraq istədikləri sahə və s. barədə məlumat verəndən sonra biz onlara 1 həftə, 2 həftə indi zonadan, sahədən asılı olaraq qısa müddət ərzində şirkətlərini açırıq. Onlar sadəcə son məqamda gəlib bir neçə gün qalmaqla, imzaların və s. atmaqla viza və s. üçün gələ bilirlər. Amma bəzi adamlar var ki, onlara ümumiyyətlə viza lazım deyil, sadəcə şirkət lazımdır. Onların ümumiyyətlə Dubaya gəlməklərinə ehtiyac yoxdur. Bir müddət sonra bank məsələsində ehtiyac ola bilər. Amma yəni dediyim kimi normal prosedurlar hamısını onlayn şəkildə biz apara bilirik. Kamil bəy, ən çox hansı problemi həll etdiyinizdə sizə çox təşəkkür edirlər, minnətdar olurlar? Yaxşı sualdır. Yaxın müddətdə düşünürdüm bu barədə. Bəzən insan overthinking eləyir və düşünür ki, öz biznesi barədə düşünür. Mən o gün düşündüm və bizim statistikaya baxdım. Ən çox sevindirən bir nə oldu? Normalda Dubayda və Azərbaycanda da var. Bəzi insanlar bir şeyi, bir müştəri onlara müraciət eləyirsə, bunu bir dəfəlik iş kimi görür. Düşünürlər ki, biz müştəridən nə qədər çox pul aldıq, yəni pulu alaq, işi də ya görək, ya görməyək, bitirək də. Və təbii ki, müştəri də bunu istər. Müştəri bir şirkətlə işləyəndə çalışır ki, uzun müddətli işləsin və ondan narazı qalmasın. Və mənim sevindiyim məqam nədir? Bizim şirkət açdığımız bütün müştərilər, hətta 100% davamında maliyyə və mühasibatlıq vergi işlərini bizlə görürlər və uzun müddətli bizim artıq əməkdaşlığımız yaranır. Bu da o deməkdir ki, biz artıq ilkin mərhələdə onları razı sala bilirik, istədiklərini verə bilirik deyə. Onlar artıq növbəti mərhələdə də bizlə müqavilə bağlayıb, bizlə davam edirlər. Mənə ən çox sevindirən məqam budur və bu da nəyə kömək eləyir? Artıq
biz bir müştəri ilə işləyiriksə, o artıq gələn səfər onun bir dostu olanda və yaxud da hər hansı tanışı bu işi davam elətdirmək istəyəndə, o artıq bizi məsləhət görür. Və belə-belə artıq networking sayəsində bəzən heç sosial mediaya və s. də ehtiyac olmur və heç bir satış da eləmirsən, amma sırf bu networking sayəsində sənə müştərilər gəlir və biznesin daha da inkişaf eləyir və mənim belə deyək də indiyə kimi olan bizim biznesimizə ən çox sevindirən məqam budur. Onda demək olar ki, bir şirkət bəs eləyir artıq biznes qurmağa. Belə demək olar. Mən onu daha detallı desəm belə deyə bilərəm ki, əgər bir sahibkar artıq bizlə işləyirsə, bizlə çalışırsa, o artıq sənəd belə deyilir, bizdə sənəd sünət deyirlər də. Sənəd, sünət, nə bilim digər məsələlər barədə, hesabatlar və s. barədə artıq narahatçılıq keçirmir və o öz işinə fokuslanır, öz biznesinə fokuslanır və biznesini inkişaf elətdirməyə fokuslanır, amma digər arxa tərəfi bizim əlimizdədir və ona görə heç bir narahatçılıq keçirmir. Tam arxayınlıqla sizə müraciət edə bilərlər. Dubayda biznes qurmaq istəyirsinizsə, Caspian Accounting şirkətinə arxayınlıqla, rahatlıqla müraciət edə bilərsiniz. Bir şirkət kifayət eləyir. Kamil bəy, bəs sizin özünüz necə, orada nə çətinlik çəkirsiniz Dubayda yaşayarkən? Azərbaycan üçün darıxdığınız, Azərbaycanda darıxdığınız şeylər varmı, məqamlar varmı? Belə deyək, mən özüm həm Lənkəranlı olduğum üçün belə yeməklə, mətbəxlə aram yaxşıdır və ən çox və darıxdığım şeylərdən biri Azərbaycanın mətbəxidir ki, hər zaman bizim yeməklər üçün darıxıram orada. Düz tapmaq olur bəzi yerlərdən, amma həmin dadı sırf almaq mümkün olmur. Bunu da biz yaxında həll elədik. Artıq belə deyək, bu gündən etibarən rəsmi olaraq biz Dubayda Azərbaycan mətbəxi açmışıq. Adı da Taste of Bakudur və artıq həm belə deyək də Dubayda yaşayan azərbaycanlılara, həm eyni zamanda mən son müşahidələrimi aparanda gördüm ki, Dubaydakı yerli ərəblərin hər 10 ərəbin ən az 6-sı, 7-si Azərbaycanda olub, yəni turist kimi və onlar Azərbaycan mətbəxini həqiqətən tanıyır və bəyənirlər. Müəyyən belə deyək də oxşarlıqlarımız da var mətbəxlə bağlı. Ona görə hər biri Azərbaycan mətbəxini tanıyır və onlar da sevirlər. Ona görə də biz bu belə deyək problemi həll elədik və Azərbaycan mətbəxi açdıq. Artıq hələ ki yalnız deliverydə, yalnız çatdırılma eləyirik və yaxında inşallah işlər yaxşı getsə artıq restoran da keçirməyi düşünürük gələcəkdə. Və həm bu özüm üçün yaxşı xəbərdir, həm də eyni zamanda orada yaşayan azərbaycanlılar və Azərbaycan mətbəxini sevən şəxslər üçün ki, artıq çox rahat şəkildə sifarişlərini verib Azərbaycan yeməklərini tada bilərlər. Artıq Dubayda da Azərbaycan mətbəxi var demək olar. Uğurlar sizə. Çox sağ olun, təşəkkür. Çox təşəkkür edirəm Kamil bəy. Düşünürəm ki, biz bu podkast sayəsində bir neçə sahibkar olmaq istəyən şəxsi aydınlatdıq, onlara gözəl məlumatlar ötürdük. Təşəkkür edirəm gəldiyiniz üçün. Mən sizə təşəkkür edirəm. Mən də ümid edirəm ki, faydalı bir podkast, faydalı bir söhbətimiz oldu. Təbii ki, bu müddət ərzində biz hər şeyi, bütün məsələləri detallı müzakirə edə bilmərik. Amma hər hansı danışdığımız mövzular və ya danışdığımız mövzulardan kənar bizə aid olan hər hansı suallar varsa, podkastdan sonra da ya sizə, ya bizə yazıb sualları verə bilərlər. Şərhlərdə qeyd edə bilərsiniz, Kamil bəyi yenidən dəvət edə bilərik. Bizi izlədiyiniz üçün təşəkkürlər. Protalks izləyiciləri abunə olmağı, şərh yazmağı və görmək istədiyiniz qonaqları qeyd etməyi unutmayın.